Hazırda qarşısında dayandığım piyada keçidi nizamlanmayan piyada keçidi sayılır. Çünki nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmır. Baxmayaraq ki, bu keçid piyadaların yolu keçməsi üçündür, ancaq keçidə yaxınlaşan zaman ani bir qərarla qəflətən yolun hərəkət hissəsinə çıxmaq olmaz. Belə etdikdə sürücüləri çaşdıra bilərsiniz və bu da yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər. Əvvəlcə keçidin başlanğıcında səkinin üzərində dayanıb nəqliyyat vasitələrinin gəldiyi istiqamətə baxın. Onların sürətini və aranızdakı məsafəni düzgün qiymətləndirdikdən sonra keçidə daxil olun. Nəqliyyat vasitələrinin sürətini azaldaraq və ya dayanaraq sizə yol verdiyinə və yolu keçməyinizin sizin üçün təhlükəsiz olduğuna tam əmin olduqdan sonra hərəkətə başlayın. Üzərində dayandığım bu ayrıcı zolaq piyadaların hərəkəti üçün nəzərdə tutulmayıb. Növbəti dəfə sağa baxıb, eyni ilə təhlükəsizlik qaydalarına əməl etmək şərti ilə keçidi başa çatdırırıq. Tövsiyə edirik ki, mümkün qədər keçiddən tək-tək, pərakəndə formada keçməyəsiniz. Belə etdikdə nəqliyyat sıxlığının yaranmasına səbəb olur. Zərurət olmadan keçiddə ləngimək və dayanmaq olmaz. Əgər piyada keçidinin yanında polis dayanıb hərəkəti tənzimləyirsə, bu zaman nizamlayıcının siqnallarına, yəni polisin verdiyi işarələrə uyğun hərəkət etmək lazımdır. Unutmayın, yollarda həyat və sağlamlığınızın təhlükəsizliyi öz əlinizdədir.